Əzov sökülən evə, Keçilədə sökülən evin yerinə baxış keçirib. Təbii ki, orada nümayəndələr də olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zahir Mikayılov Keçilə qəsəbəsində yaşayış sularının kənarlaşdırılmasında problem yaradan 2 mərtəbəli evin söküldüyü yerə baxış keçiriblər. Mən neçə gündür hər dəfə sularla bağlı, yağışlarla bağlı xəbər oxuyanda, sizə çatdıranda daima demişəm ki, indi hal-hazırda nə günah Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzovdadır, nə bələdiyyədədir, nə İcra Hakimiyyətinin başçısında, digər qurumlarda deyil. İllər bundan öncə torpaqlar satılıb. Halbuki o torpaqlarda tikinti tikmək olmaz. Amma o şəxslər icazə verib, sakinlər gəlib tikib, indi də problem yaranıb, ev sökülməlidir. Çünki su axmalıdır, suyun qabağında 3 mərtəbəli, 2 mərtəbəli evlər tutub, daş binalar. Təbii ki, bax, problemlər belə yaranır. İstinad edirəm bizim media xəbər verir ki, ərazidə aidiyyəti qurumlarla müvafiq tapşırıqlar verib qurumlara və problemin həlli istiqaməti konkret tədbirlər müəyyənləşdirilib. Xətai rayonu Rəşid Bağırov 32/12B ünvanında kollektor üzərində tikilmiş və Keçilə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan 2 mərtəbəli evin sökülməsi qərarı alınıb. Aidiyyəti qurumların mütəxəssislərin rəyinə görə gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və qəddin bərpası zəruri hesab olunmuşdur və gələcəkdə də təbii ki, bunlar olacaq. Yenə də deyirəm, insanlar hamı deyir, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzov hara baxır, digər rayonların icra başçıları hara baxır, bələdiyyə hara baxır. Amma Eldar müəllim orada olub. Bunu da deyim ki, Eldar müəllim, mən uzun illər idi, mənzilimdə yaşayırdım. Mənzilimi ala bilmirdim, kupçasını ala bilmirdim, özəlləşdirə bilmirdim. Mən Eldar Əzova müraciət etdim. Eldar müəllim mənim mənzilimi göstəriş verdi, 10 dəqiqəyə sənədləşdirdilər, kupça da verdilər, özəlləşdirdim. Və buna görə həmişə deyirəm, Eldar müəllimə mən təşəkkür edirəm ki, illərlə papqa əlimdə, oradan o qapıdan bu qapıya gedirdim, o idarə bu idarənin üzərinə atırdı, bu idarə o idarənin üzərinə atırdı. Hər dəfə də sənəd alanda, nə bilim, ödəniş edim falan. Eldar Əzov, mən sizə təşəkkür edirəm ki, siz bunu 10 dəqiqə, 20 dəqiqə ərzində həll etdiniz və mən evimin, mənzilimin həm kupça deyirlər də sənədini aldım, həm də özəlləşdirdim.